başqa, others, başqaları, another başqa biri. Hamısının bir-bir izahını verir. Sizin üçün ən çətin olan hissələrindən də biri defining pronounsdur. Deməli, all bütün hamı deməkdir. All bütün hamı deməkdir. Alldan sonra həm sayılan cəm isim gəlir. Əgər isim sayılırsa, yəni bir əşyanı saya biliriksə, alldan sonra mütləq gələn ismin arxasına s yazmalıyıq, cəmdə yazmalıyıq. Amma alldan sonra sayılmayan isim də gələcək. Məsələn, mən deyəndə ki, money pul sayılmır da, düzdürmü? Mən desəm bütün pullarım necə deyəcəm? Onda yəni all money deməliyəm, all money deyəməliyəm də. Ona görə də sayılmayan isimlərin bütün mənasında işlənəcəkdir. Oldan sonra əgər isim cəmdə gəlibdirsə, xəbərimiz cəmdə olacaqdır. Xəbərimizin cəmi o deməkdir ki, are, were, have, do. Bax, bunların hamısı feil cəmdədir. Sonra feilin arxasında s şəkilçisi olanda o feilin təkdə olmağını bildirir. Bunu yadınızda saxlayın. Amma oldan sonra tək isim gələrsə, xəbər də təkdə olacaqdır. Baxın, is, was, has, have cəmdədir, has təkdədir. Ümumiyyətlə, belə bir şey deyim, yadınızda saxlayın. Xəbər təkdə, loru dildə deyirəm də, axırda s-lar təkliyi bildirir. Məsələn, is, görürsünüz, s ilə qutardı. Was, belə şeylər lazım olur sizə, xəbərin tək olması çox lazım olur. Has, does və yaxud da ki, feilin sonunda s olur. Məsələn, deyirəm, comes. Xəbər təkdə olanda axırları s kimi olur. Sonra, oldan sonra z gələr, oldan sonra of gələr. Bunu yadınızda saxlayın. All the money, all of the money. Burada tərcümə fərqi var sadəcə. Yəni, elə bir şey, belə qrammatik fərqi yoxdur. Oldan sonra isim olmalıdır. Bunu yadımızda saxlayırıq. Oldan sonra isim olmalıdır. Amma ki, isim işlənməsə xəbəri həm tək, həm də cəm formada ola bilər. Məsələn, all are here. Burada all adamları bildirir. Hamı buradadır. Adamları bildirdiyinə görə alldan sonra are qoyduq. Məsələn, bir də var deyirəm ki, hər şey yaxşıdır. Elə danışanda da deyirik, everything is okay. Everything'in də sinonimi oldu da. Burada hər şey anlamında izdir, hər şey anlamında feil təkdə olur. Amma hamı anlamında tərcümədə feil cəmdə olacaqdır. Bu hissəsi sizə düşə bilər ki, tərcümə kimi tuta bilmərsiniz də birdən. Bu belə. Uşaqlar, all z bərabərdir zehula. All z bərabərdir zehula. Sadəcə fərqi budur. Alldan sonra isim cəmdə gəlir. Zehuldan sonra isim təkdə gəlir. Bax, eyni birləşmədir. Bütün günü deyəndə, bax, zehulla ol eyni mənada da. Sadəcə zehuldan sonra ismi təkdə verirsiniz. Bax, belə şeylər düşürlər, bu qədər xırdalığı düşür. Zehul dey məsələn, amma oldan sonra isim sayılansa həmişə cəmdə olacaqdır. Bu belə. Evdə çoxlu oxuyun. Boss hər ikisi deməkdir. Uşaqlar, nə olur olsun, bossdan sonra hər zaman xəbərimiz cəmdə gələcəkdir. Hətta tək isim gəlsə belə, nə olur olsun, yəni boss olan yerdə xəbərimiz həmişə cəmdə olacaqdır, xəbərimiz. Sonra qayda 1-ə, məsələn 2-yə baxaq. Boss və boss'un heç bir qrammatik fərqi yoxdur. Yuxarıda dediyim kimi all of-da deyirdimi? Yalnız tərcümə fərqi var. Bu heç. Boss nöqtələr and olarsa, boss'dan sonra isim təkdə gəlsə belə, amma feilimiz həmişə cəmdə olacaqdır. Bax, boss, my mother and father. Gördünüz? Mama da təkdədir, ana da təkdədir, ata da təkdədir. Father təkdə olsa belə siz narahat olmayın, ondan sonra iz yazmayın. Burada çünki boss sözünün içində cütlük var. Cütlük, cəmlik olduğu üçün xəbərimiz həmişə hər zaman nə olur olsun cəmdə olacaqdır. Bir dənə də sizə maraqlı bir şey öyrədim. Baxın, əslində siz bilirsiniz ki, isimlər təkdə olanda, sayılmayan isimlərdə, daha doğrusu sayılmayan isim olanda xəbərimiz həmişə təkdə olur. Məsələn, baxın, milk süddür, tea-də çaydır. Sayılmayan isimdir, düzdürmü? Həmişə məktəbdən də, universitetdən də bilirsiniz ki, sayılmayan isim olanda xəbərimiz təkdə olur da, iz olmalıdır. Amma yenə də deyirəm, boss olan yerdə nə olur olsun, istənilən halda xəbərimiz təkdə olacaqdır. İstənilən halda. Bu belə. Xəbər cəmdə olur, təkdə. Xəbər cəmdə olur. Baxın, xəbər cəmdə. Təkdə deyir, sonra gedirəm, çarşı tez yəqin. Hə.
Yəqin üzrlü hesab edin, çaşmışam. Boş olan yerdə yəni mümkün deyil də. İsim təkdə olsa da, isim sayılmayan isim olsa da, xəbər hər zaman cəmdə olur. Boş gördünüz, heç nəyə baxmırsınız. Deməli, most əksəriyyət deməkdir. Aha, mostdan sonra isim cəmdə də gələr. Mostbook əgər sayıla bilən isimdirsə cəmdə gələcəkdir. Olda olduğu kimi də, yəni most books are old. Elə bil ki, kitabların əksər hissəsi, çox hissəsi köhnədir. Mostdan sonra sayılmayan isim gələndə də feil təkdə olacaqdır. Eyni olun qrammatikasıdır. Eyni olun qrammatikasıdır. Baxın, oldan sonra isim cəmdə gələndə xəbər cəmdə olur. Oldan sonra sayılmayan isim gələndə xəbərimiz təkdə olacaqdır. Eyni bu. Aha, sonra sizə ən çox çaşdıran bilirəm içlə everydir. Bunları da tez-tez başa salırıq. Bu most of, all of bunların heç bir fərqi yoxdur. Burada yalnız tərcümə fərqi olur. Ona görə də onu da getmirəm xırdalığına. İç hər biri deməkdir. İç hər biri deməkdir. İç gördüyünüz halda bax bosu deyirdim mən sizə uşaqlar, bos gördünüz lüboy bir halda, istənilən bir halda xəbərimiz cəmdə olur. İçi də gördünüz, istənilən halda xəbərimiz təkdə olacaqdır. Çünki mənasından da hər biri deməkdir orada, hər bir. Ona görə də iç gördünüz, xəbərimiz təkdə olacaqdır. Each girl has a book. Lap each of the girls. Bax, burada qızları cəmdə görsəniz belə narahat olmayın. Yenə də xəbəri təkdə yazacaqsınız. Çünki qızların hər biri demək istəyir. Yadımızda saxlayırıq. Boş olan yerdə nə olur olsun xəbər cəmdə, iç olan yerdə nə olur olsun xəbər təkdə. Hər dəfədə də fırlanırlar, bu içi evrini mütləq ki salırlar. Evri. Bu da hər biri hər deməkdir. Bir dənə şey deyim sizə, həmişəlik beyninizdə saxlayın ki, ingilis dilində every of deyə qrammatika yoxdur. Bax, every of deyə ingilis dilində qrammatika yoxdur. İçdə hər biri deməkdir, every də hər biri deməkdir. Sadəcə bunlarda bir-iki dənə cüzi fərq var. İçdən sonra of vermək olar. Özdə of olanda bir dənə də sizə bir şey deyim, bunu da yadınızda saxlayın. Baxın, əvəzlik, istənilən bir əvəzlik, üstə gələk of olanda, istənilən əvəzlik, üstə gələk of olanda isim cəm xəbər tək. Və bunu istəyirsiniz bir yerə qeyd dəftəriniz, yanınızda nəsə varsa qeyd eləyin. 99,9%. İngilis dilində belə 100% deyiləcək bir şey yoxdur. Özünüz bilirsiniz. Nəysə deyirsən bu belədir. Bir də görsən ki, məsələn, indi hal-hazırda müasir kitablarda homun qabağını ümumiyyətlə at home da yazmırlar. İndi heç o da yoxdur. Bir də görürsünüz nəysə deyirsən belədir, çıxır qabağına başqaca. O qədər zəngin dildir ki, inkişaf edən dildir ki, tez-tez dəyişilir. Amma every of deyə ümumiyyətlə bir şey ingilis dilində yoxdur ha. Bunu yadınızda saxlayın. Bir də ki, istənilən əvəzlik üstə gələk of olanda, ofla olanda isim cəm xəbər tək. Bunu yadımızda saxlayırıq. Mən bu düşmüşdü birinci imtahandan. Ay sağ O ol. düşmüş, Bəs mən İstanbulda nə deyirəm? Ay sağ ol. Bunu hər dəfə fırlayıb salırlar. Bir başqa cür formada fırlayıb salırlar hər dəfə. Bəs niyə deyirəm diqqətli olun əvəzi. Əvəzi deyib keçməyin. Xırdalıqlar var burada və sizə düşən xırdalıqlardır. Baxın, every girl likes jeans. Every girl likes jeans. Every-də də, içdə də yenə də deyirəm, xəbərimiz təkdədir. Fərqi odur ki, every-dən sonra of olmaz, içdən sonra of olar. Mənaları every hər biri deməkdir. Sonra mən sizə törəmələr o dəfə öyrətmişdim. Yadınızdadır? Something öyrətdim, anything öyrətdim. Sizə dedim törəmə o deməkdir ki, əvəziyin üzərinə gəlirsən, elə bir ki, one, body, thing, where. Əlavə bir şey də törəmə. Birindən başqa bir şey yaranır. O dəfə də sizə izah eləmişdim, yenə də deyirəm. Törəmələrdən sonra isim gəlməz. İsim gəlməz. Çünki burada elə isim var da bunların tərkibində. Baxın, one the body-də adamı bildirir. Think əşyadır, where-da yer bildirir. Çünki bunun içində elə var da isimlik. Bir də ki, törəmələrdən sonra heç vaxt of olmaz. O dəfə sizə izah eləyirdim bunu. Evdə bir dənə də diqqətlə baxarsınız. Bir də sizə izah eləmişdim. Törəmələrdən sonra xəbər, yəni feilimiz təkdə gəlir. Çünki body-də one-da bir adamı bildirir, think bir əşyanı bildirir, where-dəki bir yeri bildirir. Aha, bütün törəmələr kimi everin də törəmələri xəbərlə yalnız təkdə uzlaşır. Həm təsdiq, həm inkar, həm də sual cümlələrində işlənə bilər. İçlə everinin fərqi, yeganə qrammatik fərqi ondadır ki, every ofla işlənə bilmir. İngilisində belə bir qrammatika yoxdur.
İçlə evin arasında yalnız məna fərqi də vardı. Məna fərqi də ki, bilsiniz nədir? Qoyun siz izah edeyim. Every-də elə bil ki, çox geniş anlamda olur everinin anlamı. İç amma spesifik anlamda olur. Fərdi xarakter daşıyır. Burada elə bir şey yoxdur ki, yəni deyim ki, ay bu düşəcəkdir, belə bir şey yox. Aha, bax sizə bilsiniz nə düşür? Baxın, everyone-dan sonra mən dedim ki, of olmaz da, düzdürmü? Ümumiyyətlə yox, belə deyim də, every-dən sonra of olmadığı kimi, everyone törəmədə axı, törəmədən sonra of olmaz, düzdürmü? Bayaq onu dedim sizə. Amma every ilə one ayrı yazılanda of olar. Bax, bunu yadınızda saxlayın. Bu da bir dəfə düşmüşdü, bilmirəm hansı imtahanınızdaydı. Törəmədən sonra of olmaz. Amma every ilə one ayrı yazılanda of olar. Çünki bu törəmə deyil uje. Sonra Azə. Evrin də xəbər tək oldu da müəllim. Bəli. Bax, təkdədir, bəli. Çünki məntiqlə götürəndə burada one var, düzdürmü? One da təkliyi bildirir. Of olan yerdə də baxın, yenə də mən bayaq dediyim söhbətə baxın. İstənilən əvəzik of, o üstə gələk of, isim cəmdə, xəbər təkdə. O qaydanı unutmayın uşaqlar, o düşür elə bir şey. Onu heç bir kitabda verməyiblər, ha, o ifadəni mən sizə deyirəm. Deməli, Azə. Azə başqa digər deməkdir. Other. Bax, ən çox tələbələrin çaşdığı bir şey də other'dır. Z-Azədən sonra, bax, Z-Azədən sonra isim təkdə gəlir, feilimiz də təkdə gəlir. Çünki Z-Azə başqa biri deməkdir. Z-Azə book elə bir başqa kitab, başqa bir kitab. Feil, isim təkdə gəlibsə, avtomatik feil təkdə gələcəkdir. Çünki bir dənə isimdən danışırıqsa, xəbərimiz də təkdə gələcəkdir. Uzlaşırlar da müəllim, onda uzlaşma olur. Uzlaşmalı, bəli. Agreement the subject of predicate dərsini keçəcəm mən sizə. Bundan sonra. İngiliscində ən vacib olan mövzulardan biridir o da, uzlaşmanın. Onun ayrıcana bir dərs var. O qədər maraqlı bir dərsdir ki, o. The other olanda isim cəm, feil cəmdə olacaqdır. Yox, the other'dan sonra belə deyək. Z-Azədən sonra əgər isim təkdə gəlibdirsə, feil təkdə olacaqdır. Əgər isim cəmdə gəlibdirsə, başqa kitablar, onda xəbər də cəmdə gələcəkdir. Bunu məntiqlə tutacaqsınız, bu heç. Və sayılmayan isim gələndə də avtomatik xəbərimiz təkdə olacaqdır. Bu belə. Sonra təkrara yol verməmək üçün isim işlənməyə də bilər. O dəfə də mən sizə qrammatikada, Sam eyni qrammatikasında bunu izah eləmişdim. Təkrara yol verməmək üçün isim işlənməyə bilər. Məsələn, onda gərək, o dəfə də sizə dedim. Birinci cümlədə həmin isim haqqında danışsın ki, mənim ona məlumatım olsun ki, nədən danışır ki? İkinci tərəfdə mən onu işlətməyim. Məsələn, I have two sons. 2 dənə oğlum var. One is a doctor. Biri həkimdir. The other is a student. Digər isə tələbədir. Və mən sizə bax, bu sizi testdə çaşdıracaqdır. Sizə bir dənə bir şey izah eləyirəm. Onu yadınızda mütləq saxlayın. Bu da kitablarda verilməyibdir bu cümlə. Deyirəm, yadınızda saxlayın. Testdə ən çox düşən şeydir. Əgər cümlənin içində rəqəm verilibdirsə, rəqəm birinci cümlənin içində 2, 3, 4, 5 rəqəm. Biz o cümlədə ikinci tərəfdə 99% Z-Azə götürəcəyik. Rəqəm olanda birinci cümlənin, bu testlər sizə qarşınıza birazdan verəcəm, evə də çox düşəcəkdir. Bax, yadınızda saxlayın, bir qırağa da qeyd eləyin, indi yanınızda dəftər varsa. Birinci cümlənin içində rəqəm varsa, çünki uşaqlar çaşırlar, götürürlər o tərəfə A-zəs qoyurlar, Z qoymurlar. Rəqəm olanda ikinci cümlənin içində bu əvəzi tapan nöqtələr olacaq. Orada Z-Azə qoyacağıq. Bunu qeyd eləyin harasa. Bu belə. Aha, A-zəs gördüyümüz kimi, məsələn, A-zə başqa deməkdir. A-zəsdə olacaqdır başqaları, digərləri. A-zəsdən sonra isim olmaz. Çünki A-zərin arxasında S var, isim oradadır. Başqaları kitabları deməyəcəm ki, ver mənə. Başqaları kitabları, başqalarını ver mənə. İsim olmaz. A-zəsdən sonra, yəni məntiqi bu cəmdədirsə, feilimiz də cəmdə olacaqdır. Z-Azərs haqqında danışanda daha konkretləşmək üçün işlənilir. Hə, daha konkretləşir. Spesifik anlam verir də. Məsələn, some of the books are on the table. Deyirəm ki, kitablarımın bəziləri stolun üstündədir.
The others are in the library. Qalanları isə kitabxanadadır. Bax, Z nə deməkdir? Article dərsindən də bilirsiniz ki, məktəbdən indi universitetdəki backgroundunuza əsaslanaraq, əvvəlki biliklərinizə əsaslanaraq bilirsiniz ki, Z müəyyənlik artiklıdır. Burada Z azəti ona görə qoyuruq ki, baxın, rəqəm olanda, yenə də deyirəm, rəqəm olanda Z azə qoyuruq, o heç. Z azəsi nə vaxt qoyuruq? Əgər birinci cümləmizdə isim bir neçə, yəni cəmdə danışırıqsa, deyirəm ki, kitablarımın bəziləri stolun üstündədir. Mən burada kitablardan danışıram da, qatmıram ki, kitablara, kitablar, dəftərlər, ruçkalar, konkret kitablardan danışıram. Bir-iki hissəyə bölürəm. Deyirəm kitabların bəziləri stolun üstündədir. O